Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında mühüm əməkdaşlıq istiqamətində yeni bir addım atılıb. 2026-cı ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar əlavə saziş rəsmi olaraq təsdiqlənib. Saziş forumun təşkilati tədbirlərinin daha səmərəli həyata keçirilməsi, logistika, təhlükəsizlik, texniki hazırlıq və digər mühüm məsələlərin koordinasiyası məqsədini daşıyır. Eyni zamanda sənəddə maliyyə məsələləri, xərclərin bölüşdürülməsi və beynəlxalq standartlara uyğun təşkilatçılıq prinsipləri də əks olunub. Bakı şəhərinin bu cür nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal səviyyədə artan rolunun göstəricisi kimi qiymətləndirilir. Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət nümayəndələri, şəhərsalma mütəxəssisləri, memarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək. Tədbirin əsas məqsədi şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya problemlərinin həlli və gələcək şəhər modellərinin müzakirəsi olacaq. Bu platforma həm də innovativ həllərin təqdim olunması və təcrübə mübadiləsi üçün mühüm imkan yaradacaq. Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu dünyada şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərdən biri hesab olunur və bu forumun Bakıda keçirilməsi ölkənin beynəlxalq imicinə müsbət təsir göstərəcək. Təklifinizi buraya daxil edin.